Salam, hər vaxtınız xeyir. Bu saat olan xəbərlərlə qarşınızdayıq. Studiyada mənəm Diana Cəlali. İstəyirik ki, Azərbaycanda əldə olunan uğurlu nəticələri və Braziliyada keçiriləcək COP30 prosesini əsas götürək. Türkiyə olaraq bu prosesi daha yüksək səviyyəyə qaldıraq. Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri COP31-in təyin olmuş prezidenti Murad Kurum jurnalistlərə açıqlamasında deyib. O, Qlobal Bakı forumunda COP-un sabiq prezidentləri ilə müzakirələr apardıqlarını bildirib. Biz indiyə qədərki qərarları daha da gücləndirən COP keçirmək niyyətindəyik. Əsas məqsədimiz dünyanın bütün ölkələrinin özünə yetə biləcək enerji siyasətinin həyata keçirilməsidir. Ən vacib məsələ bərpa olunan enerjinin tərəfdarıyıq. Dünyada iqlim problemləri çoxdur. Sakit Okean adaları su altında qalmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsü genişləndirilməlidir. Biz də müzakirələrimizi bu kimi problemlərin həlli istiqamətində aparacağıq. Bu saata çatdıracaqlarımız bu qədər. Növbət xəbər buraxılışında görüşənədək. Sağ olun, salamat qalın.